Azərbaycanın milli qəhrəmanı Elgiz Kərimoğlu Kərimov 1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda anadan olmuşdur. 1987-ci ildə orta təhsilini başa vurmuş, həmin ildə hərbi xidmətə çağırılmışdır. Əskəri borcunu yerinə yetirdikdən sonra doğma yurduna qayıtmışdır. Elgiz, erməni işğalçılarının vətənimizə hücumu ilə barışa bilməmiş və 1991-ci ildə könüllü özünü müdafiə batalyonlarından birinə yazılmışdır. Əsgəran yaxınlığında gedən şiddətli döyüşlər zamanı xüsusi fəallıq göstərmişdir. 1992-ci il 12 mart tarixində mühasirəyə düşmüş, döyüşçü dostlarını xilas etmək üçün Naxçıvanik kəndinə gəlmiş, bir saata yaxın davam edən döyüş zamanı ermənilərin mühasirəsi yarılmış, döyüşçülər azad edilmişdir. Bu döyüşdə Elgiz Kərimov ağır yaralanmış və 21 yaşında vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur. Bərdə rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Kərimov Elgiz Kərimoğlu ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bərdə rayon 4 saylı tam orta məktəb milli qəhrəman Elgiz Kərimovun adını daşıyır. Allah rəhmət eləsin.